Azəripress Agentliyinin yaranmasından 21 il ötür. Azəripress Agentliyi məhdud məsuliyyətli cəmiyyəti 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, Rus, İngilis, Fars və Fransız dillərində xəbər xidməti göstərir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa, APA ölkədə və dünyada baş verən ictimai-siyasi mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA, dünyanın müxtəlif ölkələrinin aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən informasiya mübadiləsi aparır. APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin bir neçə xarici ölkədə ofisləri fəaliyyət göstərir. İndiyədək bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər, BMT-nin strukturuna daxil olan beynəlxalq təşkilatların rəhbərləri APA-ya eksklüziv müsahibələr veriblər. APA-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı APA Economics bölməsi fəaliyyət göstərir. APA Economics-in əsas məqsədi oxucularına ölkədə və dünyada baş verən mühüm iqtisadi yenilikləri operativ və obyektiv şəkildə çatdırmaqdır. İqtisadiyyatın sənaye, energetika, aqrar sənaye kompleksi, maliyyə, informasiya kommunikasiya texnologiyaları, infrastruktur, sosial sahə və sair ən son xəbərlər, təhlillər bu bölmədə toplanır. APA Economics iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən obyektiv analitik məqalələr, müxtəlif icmalar təqdim edir. APA Economics Azərbaycana reyting mədəniyyəti gətirib. APA Economics-in tərtib etdiyi bank, sığorta və birja iştirakçılarının reytingi hər zaman oxucular tərəfindən maraqla qarşılanıb. Bir çox bank, sığorta şirkətlərinin rəhbər şəxsləri APA Economics-in tərtib etdiyi reytingləri istinad mənbəyi kimi göstərir. Agentliyin www.apa.az ünvanlı internet saytı fəaliyyət göstərir.